Cəbrail gəlib o qapıda icazəsiz heç vaxt daxil olmayıb. Peyğəmbərin canını almağa gələndə Həzrəti Əzrail əleyhissalam qapı döyüldü, xanım onda evdəydi. Dedi, atam narahatdır, kimsənsə qayıt dala. Biraz keçdi, qapı bir də döyüldü. Xanım Zəhra qapı dalından bir də eyni cavabı verdi. Üçüncü dəfə qapı döyüləndə Peyğəmbər vurdu ki, qızım, o Əzraildir gəlib. O sənin hörmətin üçün qapını döyür. O bu evdə Zəhra var deyə qapını döyür. İndi biz də gəlmişik sözümüzlə, duamızla Zəhra qapısını döyməyə. Ya Rasulallah, balavun qapısını döyməyə. Qapında nökərdi Cibril-i Əmin. Xilqətində sən səbəbsən Adəmin. Sənsən ol xatunu cümlə aləmin. Sənsən ol sərdar-ı nisvan Fatıma. Hər ana səndən götürsün ibrətin. Hər bacı sən tək yaşatsın iffətin. Çün həyadəndir müxəmmər tinətin. Zərrə yox zatında nöqsan Fatıma. Yerlə göy yasında yeksan ağladı. Oldu Heydər zaru giryan ağladı. Naləsin gizlətdi, pünhan ağladı. Sən gedəndə qəbrə pünhan Fatıma. Gecə ilə Peyğəmbərin qızı 6 nəfər, 7 nəfərlə getdi qəbrə. Amma mənə ən çox bir yeri təsirli, çox bir təsir eləyən yeri var. Əleyhissalamın xanım Zəhra ilə vidalaşan o doya bilmədiyi anlar. Bir balaca hərəkətdir, amma insanın o qədər insana toxunur, o qədər insanı düşündürür. Səlman deyir ki, 2 dənə xanımın zikri müsibətindən deyəcəm. Zəhranın evinə gedib gələn yox idi. Peyğəmbər qızını tək qoydular yataqda da belə. Xəstə olanda da belə getmədilər onun yanına. Bizim müsəlmanlığımızın bəlası oradan başladı, qardaş. Zəhraya elədiyimiz haqsızlıqların cadusunun tilsiminin ağırlığını bugün də qanımızla ödəyirik. Səlman əleyhissalam bir gün Səlmanı gördü, dedi, Səlman, gecə gələrsən bizə. Peyğəmbər qızının sənə sözü var. Xanımın lap yatağa düşən vaxtlarıdır, son vaxtlarıdır. Səlman gəldi, əyləşdi, salam verdi, salam aldı. Xanım 7 ədəd xurma verdi Səlmana. Dedi, Səlman, bunu sənə verirəm, yeyərsən. Dedi, xanım, mən orucam. Dedi, iftarda yeyərsən, amma bir xahişim var. Tumunu axşam mənə gətirərsən. Səlman deyir, getdim evə, bir-bir yeyəndə and olsun Allah, heç birindən tum çıxmadı. Xəcalət, narahat oldum, gəldim başı aşağı dayandım Zəhranın yanında. Dedim, xanım, vallahi heç birindən tum çıxmadı. Xanım baxdı, dedi, Səlman, bilirəm, onlar cənnətdən gəlmişdi. Amma onu səndən xahiş elədim buna görə ki, mənim də evimə bir gündə 2 nəfə gedib gələn olsun. Dil yarası vurmasınlar bu qonşular, bu insanlar. Yenə Səlman deyir ki, gecədir, aparırıq xanımı dəfn eləməyə.
Bir anlıq Əli əleyhissalamı təsəvvür elə. Bir anlıq. Nə çəkərdi Əmirül Möminin onda? Zəhra gedib, bu başqa bir şeydir. Peyğəmbərin hələ matəminin istisi soyumayıb, indi də Zəhranı əlimdən aparıram. Bu Əli əleyhissalam üçün nə olan bir şeydir? Niyə gedirdi gecələr tək qalanda, uşaqlar yatandan sonra gecələr gedirdi qəbrini qucaqlayıb ağlayırdı? Səlman deyir, gəldik qəbrin yanında cənazəni qoyanda gördüm ağa Əli əleyhissalam narahatdır biraz. Nəsə eləmək istəyir, biraz qabağa gedir, biraz dala gəlir. Nəsə eləmək istəyir, amma bizdən həya eləyir elə bil. Əlimi saldım Əbuzər o birilərin çininə, yavaşca dedim ki, gəlin biz biraz aralaşaq. Qoy Əli əleyhissalam tək qalsın biraz Zəhranla burada. Bir neçə addım getmişdim, çöndüm arxaya baxdım, gördüm ki, ağam Əli Zəhranı çıxardı, basıb bağrına qucaqlayır. Gördüm çıxardıb basıb bağrına qucaqlayır. Yerlə göy yasında yeksan ağladı. Oldu Heydər zaru giryan ağladı. Naləsin gizlətdi pünhan ağladı. Sən gedəndə qəbrə pünhan Fatimə. Bir tək arzum gəlməmiş ölmək dəmi. Qəbrin üstə söyləyib hər qüssəmi, diz çöküb ərşə ucaldım naləmi, ağlaram ta ki verəm can Fatimə. Mən fəraqi bir bəlağətsiz qulum, dərgəhində ən şərafətsiz qulum. Əfv qıl ki bu ləyaqətsiz qulun şəninə olmuş sənə xan. Biz də gəldik sənin qapıva xanım. Hərəmiz bir dənə ümidlə gəldik. Eşitdik ki Allaha sənə an verəndə keçmir. Eşitdik ki Allah peyğəmbərləri Fatimə deyib təvəssül eləyiblər. Nə qədər ləyaqətimiz var, yoxdur bilmirəm, amma bu gecə Allah sənə and verirəm Fatimə adına, onun vücuduna, duasına, onun o əzilən qabırğasına. Yalan sözdür deyirlər ki, Əli əleyhissalamın gözünün qabağında xanıma nəsə zərbə vurublar. Heç kimin o cəsarəti ola bilməzdi. Xanıma vurublar, amma xanım gizlədir Əli əleyhissalam. Oğluna deyib ki, deməyin, atoz bilməz. Hüsnün verəndə gördü qabırğasının yarasını. Bəlkə də Əli əleyhissalamın həyatda ilk dəfə idi ki, dizləri əsdi orada. Vallah, məsələnin mahiyyətinə diqqət eləmək lazımdır. Yəni, məsələnin ən müqəddəslərin hansı bir vəziyyətdə olduğudur insanı yandıran. Yer üzündə çox ölümlər olub, çox acınacaqlı faciələr olub. Amma ən müqəddəs bu hala düşür, bu tərəfidir insanı orduran. Mən and verirəm Allahı. Bizi indi hər anda, hər yerdə eşidən görən Allahımıza and verirəm. Həzrəti Zəhranın o 150 qunut tutan məqamına and verirəm. 150 qunut tutan anına and verirəm. Heç vaxt özünü düşünməyib möminləri dua eləməsinə and verirəm. Allah bizim ürəyimizdə olanları bu gecə Həzrəti Zəhra xatirinə qəbul eləsin.